9-cu sinif 26 aprel buraxılış imtahanının suallarına baxacağıq. Başlıq deyir, birincidən deməli, verilmiş sözlərdən homonim kimi işlənə bilənləri müəyyən edin. Burada cavabımız deməli D variantı olacaq. Deməli, bir buruq sözü, bir də dolu sözləri homonim kimi işlənə bilən sözlərdir. Ona görə cavabımız deməli D variantı olacaq. Ondan sonra nümunə haqqında fikirlərdən biri doğrudur. Mən çox təkid etdim, amma o qəbul etmədi. Bura o artıra bildik. Deməli, deyir, tərəfləri yalnız intonasiya ilə bağlı, amma var burada D getdi. Tamlıq və zərflik işlənib, zərflik yoxdur. Bir dəqiqə, amma o zərflik var, tamamlıq yoxdur. Deməli, C də getsə, cümlə üzvlərindən biri söz birləşməsində ifadə olunmuşdur. Deməli, bu səhv fikirdir, heç yoxdur. Yalnız tabelli əlaqəsi işləmişdir, tabesli əlaqəsi də var. Deməli, cavabımız olacaq Y variantı burada. Ondan sonra keçək 29-a. Əvvəl narazı olan şagirdləri iclasdan sonra hər şey aydın oldu. Əvvəl burada zərflik olacaq, sonra isə qoşma olacaq. Deməli, zərf olacaq, qoşma olacaq. Deməli, cavabımız A variantı olacaq. Ondan sonra keçək 30-cu suala. Burada deyir, bircə xal fərqi ilə rəqib komandanın geri qalanıdır. Burada bircə ədatdır. Burada isə heç kəs sevməz səni məncə, mən qədər. Orada da qoşma olacaq. Fikrin mənbəyini bildirir deyə, fikrin mənbəyini heç biri bildirmir. O modal söz oldu. Deməli, B variantını cavablarımızdan çıxanda deməli, B-ni variantlardan çıxırıq. İkincisi bura qoşmadır. Deməli, A olacaq. Cümlənin təsir gücünü artırır, ikisi də. Qrammatik mənası var, ikisi də. Cümlənin təsir gücünü artıran ədatdır. Deməli, bura ədatı yazırıq. Qrammatik mənası var, ikisi də. Leksik şəkilçidir, heç biri. Deməli, yeni də çıxandan sonra 1C, 2D, 3A. 1C, 2A, 3D. Deməli, cavabımız olacaq C variantı. Aha. 31-də deyir, hansı cümlədə bütün sözlərin yazışı tələffüzü fərqlənir. Burada A variantı olacaq. Sınıq, burada Ü var, deməli sınıq olacaq, ürək olacaq və sevinməz kimi götürməlidir. Deməli, cavabımız A variantı olacaq. 32-də deyir, verilmiş cümlələrə əsasən cədvəldəki uyğun fikirlərin parçalanmış buludlar. Deməli, bax, birinci cümlədə baş üstlərin hər ikisi iştirak etmişdir. Baxaq da birinci cümlədə. Parçalanmış buludlar, buludlar burada mübtədadır. Parıldayır da xəbərdir. Deməli, bir doğru fikir olacaq. Variantlarımızdan deməli, çıxdıq bir olmayanları. Həm ikinci, həm də üçüncü cümlə qeyri-müəyyən şəxsidir. Belə bir vaxtda Hürü xanımın qapısını döydülər. Döydülər nəyi olar? 2 olar. 1945-ci ilin bürüşülü may gecəsi idi. Bu isə qeyri-müəyyən şəxsi cümlə deyil. Deməli, 2-ni variantlardan çıxırıq. Yanlış istəyir. İkinci cümlə birinci cümlədən fərqli olaraq ümumi şəxsidir. İkinci cümlə birinci cümlədən fərqli olaraq ümumi şəxsi deyil, qeyri-müəyyən şəxsi cümlədir. Deməli, 4 də yanlışdır. Cavabımız olacaq B variantı. 33-ə baxaq. Deyir, cəsarətli əsgərlərin mükafatlanan qayıtkeş insanı ordu generalıdır. Ordu generalı idi. Deməli, götürürük xəbər. Qayıtkeş insan. Deməli, mübtəda. Cəsarətli əsgərləri mükafatlandıran təyin qayıqkeşdə bir təyin olacaq. Deməli, 2 təyin, bir mübtəda və xəbər. Cavabımız D variantı olacaq. Sonra 34-müş şəkilçinin feilsifət şəkilçisi kimi işlənmədiyi nümunələri müəyyən edin. 2-də deyir ki, dırmaşmış dəcəl uşaqdır. Ağızlar dırmaşmış. Burada dırmaşmış deməli, feilsifət şəkilçisi olmayacaq. 1-2. Bir də Süsənlər də o adamları görmüşmüş. Burada dırmışın qısaldılmışıdır. Deməli, cavabımız 2-4 olacaq B variantı. Şəhərdəki binalar, deməli, mərkəzə yaxın silirik bu əlavə deyir ki, əlavə hansı cümlə üzrə aiddir? Cümləyə baxsa, şəhərdəki binalar, hansı binalar təyindir? Deməli, cavabımız Y variantı olacaq. 36 hansı cümlədə sifət işlənməmişdir? O günkü güllərdən çəkildi kənar, bu qərib halı var. Burada qumlu sahil, torpaqdan bahar qoxusu gəlir. Deməli, cavabımız olacaq C variantı. Deməli, suallar bu qədər idi. Ümidvarım ki, yaxşı yazmısınız. Sağ olun, salamat qalın.